Allahım, yolunu tapa bilənlərə fərz etdiyin həcci mənə nəsib et. Mənim üçün orada yol göstərən və bələdçi təyin et. Yolların uzaqlığını mənə yaxın et və həcc əməllərini yerinə yetirməkdə mənə kömək et. Ehramımla bədənimi cəhənnəm oduna haram et. Səfər üçün güc və dözümümü artır. Ey Rəbbim, hüzurunda durmağı və sənə tərəf axışmağı mənə nəsib et. Bol qazancla uğur əldə etməyi mənə müyəssər et. Ey Rəbbim, məni Həcc-i Əkbər məqamından Məşərul Həram Müzdəlifəsinə göndər və onu rəhmətinə yaxınlaşmağa və cənnətinə gedən yol et. Məni Məşərul Həramda və ehram məqamında saxla. Məni həcc əməllərini yerinə yetirməyə və qanı fışqıran, damarları axan qurbanları kəsməyə, qanları axıtmağa və qurbanları əmr etdiyin kimi kəsməyə və göstərdiyin kimi onlarla növbələşməyə müvəffəq et. Ya Allah, məni bayram namazına çatdır, vədinə ümidvar və təhdidindən qorxaraq, başımın saçını qırxaraq və ya kəsərək, sənə itaətdə çalışaraq, 7 daşdan sonra 7 daş atmaqla cəmrələrə daş atan halda. Ya Allah, məni evinə, həyətinə, əmin amanlıq yerinə, kəbənə, miskinlərinin, dilənçilərinin və ehtiyaclılarının yanına daxil et. Ya Allah, qayıdışda və köç vaxtı mənə bol-bol mükafat bəxş et. Ya Allah, həcc əməllərimi və təlbiyəmi öz qəbulunla və mənə olan mərhəmətinlə başa çatdır. Ey mərhəmətlilərin ən mərhəmətlisi!